Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Söhbətimiz əqaid elmində tövhid mövzusunda idi. Tövhid mövzusunda da qeyd etdik ki, 3 qismə bölünür. Zatda tövhid, sifətdə və feildə tövhid. Feildə tövhid haqqında söhbətimiz başladıq və qismlərinə və təsnifatına, bölümlərinə daxil olmazdan öncə bəzi əsas məsələləri bu haqda vurğuladıq və qeyd etdik ki, ümumiyyətlə biz feildə tövhid dedikdə nəyi nəzərdə tuturuq? İki əsas mənanı biz qeyd etdik ki, feildə tövhid, yəni bütün işlər, Allah işlərində şərikə, Allah öz işlərində heç bir şərikə ehtiyacı yoxdur. Allahın işlərində şərik yoxdur və bütün Allahdan başqa digər varlıqlar da ona möhtacdır işlərində. Bütün işlərində ona bağlıdırlar və bu sahədə, bu mövzuda biz bəzi sual-cavabları da apardıq, bəzi nəzərə gələn şübhələr haqqında da söhbət etdik və cavablandırdıq. Mən daha vaxtı almaq istəmirəm. Bugünkü söhbətimdə mən feildə tövhidin qismləri haqqında söhbət edəcəm. Feildə tövhid ümumiyyətlə ilk növbədə iki hissəyə bölünür. Yəni əsas iki hissədən ibarətdir. Nəzəri və əməli, teorik və praktik. Yəni bu iki hissə feildə tövhidin əsas qismləridir və sonra bu nəzəri qism və əməli qismdə yenə də müxtəlif hissələrə bölünür ki, biz nəzəri və əməli qismi bölündüyü müxtəlif hissələrdən əsas söhbət aparacaq. Amma ilk növbədə əməli qismə daxil olmazdan öncə, sonralar mən nəzəri və əməli qismin fərqini də qeyd edəcəm. Biz müxtəlif, yəni bütün qismlərdən, bütün bölümlərdən söhbət etdikdən sonra onlar arasında fərqi sonda mən qeyd edəcəm və əlbəttə ilk söhbətlərimizdə də biz nəzər və əməl arasında mövcud olan fərq haqqında söhbət etmişik. Lakin feildə, tövhiddə digər bir fərqlər mövcuddur ki, sonralar yavaş-yavaş onları qeyd edəcək. Amma ilk növbədə biz nəzəri bölümdən, nəzəri qismdən söhbət edəcək ki, nəzəri qism öz növbəsində müxtəlif hissələr bölünür və bugünkü söhbətimdə məhz nəzəri feildə tövhidin nəzəri bölümünün qismlərindən söhbət edəcək. İlk növbədə nəzəri tövhidin feildə tövhidin nəzəri bölümünün birinci qismi xaliqiyyətdə tövhiddir. Ümumi olaraq mən qeyd edim ki, bu qismlər, yəni nəzəri bölümdə mövcud olan qismlər xaliqiyyətdə tövhiddir, rububiyyətdə tövhiddir və üluhiyyətdə tövhiddir. Bu nəzəri qismin, nəzəri bölümün qismləridir. Lakin biz həm bu haqda mənalarına işarə edəcəyik və mənalara işarə etdikdən sonra dəlil, sübutlar və Quranda bu qismlərə olunan əhəmiyyət, ümumiyyətlə insan əqidəsində bu qismin rolundan bəhs edəcəyik ki, ümumiyyətlə bu insanın bu hissələrə inancı nə qədər insanın həyatında əhəmiyyətlidir. Biz xaliqiyyətə, tövhidə inansaq, rububiyyətdə tövhidə inansaq, üluhiyyətdə tövhidə inansaq, bu qismlərə inanmaq nə qədər bizim üçün əhəmiyyətlidir, insan həyatında rolu var, yoxsa sadəcə yalnız insan əqidəsinə aiddir, yox, insan əqidəsindən real dünyada və insan həyatında əhəmiyyətə malikdir, yoxsa yox, sonralar biz nəticə etibarilə görəcəyik ki, xeyr, bu insan əqidəsində əhəmiyyətə malik olursa, insan həyatında, rəftarında və əməllərində də böyük əhəmiyyətə malikdir. Amma ilk növbədə xaliqiyyətdə tövhid, yəni nəzəri tövhidin, feildə tövhidin nəzəri bölümünün birinci hissəsi xaliqiyyətdə tövhiddir. Xaliqiyyətdə tövhid adından məlum olduğu kimi, yəni Allah Teala yeganə yaradan məhz Allahdır və bütün, necə ki burada da diqqət edirsiniz, bütün şeylərin Allah tərəfindən yaradılması deməkdir. Yəni hər bir şey, bu inanc, bu inam insanda, bu əqidə insanda olmalıdır ki, hər bir şey Allah tərəfindən yaradılmışdır. Bu xaliqiyyətdə tövhiddir, yəni məna cəhətindən, məna etibarilə elə bir çətin
bir mövzu deyil ki, bu haqda istəyək biz geniş yer ayıraq. İlk tövhidin nəzəri tövhidin ilk qismi sayılır. Amma bu haqda olan müxtəlif ayələr, Quranda müxtəlif sahələrdə müxtəlif ayələr bu mənanı çatdırır. Biz Quran ayələrinə də müraciət etdikdə məhz hərf və kəlmə bə kəlmə biz ayələr və Quran və ayələri bizimlə söhbət edir. Belə deyil ki, bunlar bir-birindən fərq olmasın. Bəzi ayələrdə Allah Teala Xaliq kəlməsindən istifadə edir, bəzi ayələrdə Rəbb kəlməsindən istifadə edir, bəzi ayələrdə İlah kəlməsindən istifadə edir. Bu sözləri, bu söhbətləri danışdıqdan sonra aydın olur, məlum olur ki, bu kəlmələr, Allahın bu kəlmələrdən istifadə etməsi nə qədər böyük əhəmiyyətə malikdir. Yəni, sadəcə kəlmə müxtəlifliyi deyil, bəlkə məna etibarilə də bunlar müxtəlifdir və bizə əsaslı əqidələri aşılayır. Ona görə Quranda ayələri oxuduqda da diqqət etmək lazımdır ki, ona görə Quranda xaliqiyyətə tövhid haqqında mövcud olan ayələrə biz baxdıqda görürük ki, məsələn, bir ayədə buyurur ki, Qulillahu xaliqu kulli şey və huvəl vahidul qəhhar. Bu bir ayədir ki, Allah Teala buyurur ki, bütün şeyləri yaradan məhz Allahdır və odur vahid və qəhhar. Ki, qəhhar və vahid haqqında biz əlbəttə zatda, tövhiddə geniş söhbət etmişik ki, vahid nə deməkdir, əhəd nə deməkdir və Allahın sifətləri haqqında da söhbət etdikdə, qəhhar sifəti haqqında biz söhbət etdik. Onlar, yəni biz qeyd etmək istəyirəm ki, keçən söhbətlərimizi də mütləq xatırlamaq lazımdır və onlara müraciət etmək lazımdır və o söhbətləri yan-bayan qoyduqda tamamilə ayəni dəqiqliyi ilə başa düşmək mümkündür. Ona görə Quranda görürük ki, bu ayədə məhz Allah Teala Xaliq kəlməsindən istifadə edir. Xaliq kəlməsi, yəni məhz odur yaradan, ondan başqa yaradan yoxdur. Bu bir ayə. Digər bir ayədə Allah Teala buyurur, Allahu xaliqu kulli şey və huve ala kulli şeyin vəkil. Allah Teala'dır hər bir şeyi yaradan və hər bir şeyə nazir və vəkil odur. Digər bir ayədə buyurur, Zalikumullahu Rabbukum xaliqu kulli şey la ilahe illa huvə. Budur Allah sizin Rəbbiniz ki, hər bir şeyi yaratmışdır. La ilahe illahu, ondan başqa Allah yoxdur. Yəni biz bu ayədə baxdıqda çox maraqlı bir vəziyyət bundan ibarətdir. Ayədə Allahın üç sahədən, yəni Allah haqqında söhbət edir. Həm Allahın xaliqiyyətinə işarə edir, həm Allahın rübubiyyətinə işarə edir ki, biz indi sonraki söhbətlərimizdə mənasına işarə edəcək rububiyyət nə deməkdir, həm də Allahın ilahiyyətinə, ilah olmasına işarə edir ki, yenə də qeyd edəcək ki, ilah nə deməkdir. Yəni Allahda bu ayə tamamilə bütün sahələrdən Allahın tək olmasını işarə edir və vurğulayır. Ona görə buyurur, Zalikumullahu Rabbukum xaliqu kulli şey la ilahe illa və digər bir ayda buyurur, həl min xaliqin qeyrullah yerzuqukum minəs-səma. Sizə ruzi verən yaradandan başqa bir kəs varmı sizə ruzi verən? Yəni məhz yaradandır ki, məhz yeganə yaradandır ki, sizi nemətləndirir və sizə ruzi verir. Bu ayələr, bu surələr necə ki görürsünüz, Fatir surəsində, Mömin surəsində, Zümər surəsində və Rəd surəsində Allah Teala bu ayələri buyurur. Əlbəttə müxtəlif digər ayələr də var. Mən nümunə olaraq yəni bu ayələri qeyd etdim ki, bu ayələrdə məhz Allahın xaliqiyyəti məsələsinə işarə etmişdir. Amma ikinci qism, bəs birinci qism nəzəri tövhiddə, feildə tövhidin nəzəri bölümünün birinci mənası xaliqiyyətdə tövhiddir. Yəni, bütün şeyləri yaradan odur, yaradan yalnız Allahdır və Allahdan başqa yaradan yoxdur. İkinci məna rububiyyətdə tövhiddir. Rububiyyətdə tövhid də özünə məxsus bir mənası var. İlk növbədə bütün insanlar elə düşünürlər, biz Rəbb deyəndə, Elhamdülillahi Rabbil aləmin, Quranda Rəbb kəlməsi ilə müxtəlif ayələrdə, Rəbb kəlməsindən müxtəlif ayələrdə istifadə edilmişdir. Xüsusi mənaya işarədir. Bəziləri, yəni primitiv mənada ilk növbədə bəzən belə düşünülür ki, Rəbb yəni tərbiyə edən, lakin Rəbb kəlməsi tərbiyə edən deyil. Tərbiyə kəlməsi ərəb dilinə əsasən
tərbiyə kəlməsi rəbiyyədəndir. Yəni, amma tərbiyə edən, tərbiyə mənasını daşıyır. Amma rəb kəlməsi burada gördüyünüz kimi qoşa hərfli feil sayılan rəbəbə sözündəndir. Yəni, biz iki ərəb dilində iki kəlmə, bir rəbiyyə kəlməsi mövcudu, bir də rəbəbə kəlməsi. Rəbiyyə kəlməsi yəni tərbiyə edən. Rəbəbə ixtiyar sahibi. Rəb kəlməsi də rububiyyətdə tövhid rəb kəlməsindəndir. Yəni, qoşa hərfli qoşa hərfli feil sayılan kökdən gətirilir və iqtibas edilmişdir. Ona görə rəb kəlməsini biz tərbiyə edən mənasını işlədə bilmək. Əlbəttə, sadə mənada nəinki işlənilir və qeyd olunur, lakin bilmək lazımdır ki, bu tamamilə o kəlmədən fərqlidir, tərbiyə mənasında deyil. Lakin ixtiyar sahibi, yəni hər hansısa bir malikin öz nəzarəti altında mülkə olan nəzarətindən söhbət gedir rəb kəlməsi. Bu səbəbdən rububiyyətdə tövhid dedikdə, yəni Allah Taala yeganə ixtiyar sahibidir. Allah Taala həqiqi malikdir. Bütün yaranışın, bütün varlığın həqiqi maliki, həqiqi ixtiyar sahibi məhz Allahdır. Bu rububiyyətdə tövhidin mənasıdır. Biz bu mənanı Əllamə Təbatəbai öz təfsirində Fatihə surəsində də gözəl bir məsələni vurğulayır. Fatihə surəsinin təfsirində Elhamdülillahi Rəbbil Aləmin ayəsi haqqında söhbət etdikdə buyurur ki, rəb kəlməsi bu ayədə, rəb kəlməsi yəni qeyd olunduğu kimi rəb elə bir malikə deyilir ki, mülkündə və ixtiyarında olan işlərini idarə edir. Yəni, rəb yenə də görürsünüz ki, görünür ki, Əllamə Təbatəbai rəb kəlməsinin tərbiyə mənasında və tərbiyə mənası da var bu kəlmənin daxilində mənasında. Amma məhz tərbiyə kəlməsindən tamamilə fərqli. Tərbiyə kəlməsi ixtiyar sahibindən məna cəhətdən, məzmun cəhətindən çox da dolğun deyil tərbiyə kəlməsi. Amma ixtiyar sahibi, maliklik və öz malikin nəzarəti altında olan hər hansısa bir şeyə malikliyi və nəzarəti tərbiyədən daha da üstündür. Bu səbəbdən Əllamə Təbatəbainin vurğuladığı kimi də rəb elə bir malikə deyilir ki, mülkündə və ixtiyarında olan işlərini idarə edir. Bu səbəbdən rəb sözünün məzmununda maliklik mənası özünü göstərir. Bəs rəb sözü dedikdə, biz dedikdə Allah Taala rəbdir, Elhamdülillahi Rəbbil Aləmin, rəb adını biz Allaha isnad veririk, yəni ixtiyar sahibi, həqiqi, malik. Bu da rububiyyətdə tövhiddir. Rububiyyətdə tövhid və nəticə itibarilə bundan ibarətdir ki, yeganə həqiqi sahib, yeganə həqiqi malik, yeganə həqiqi ixtiyar sahibi məhz Allahdır. Həmçinin Quranda necə ki, xaliqiyyətdə tövhid haqqında söhbət etdikdə biz Qurandan müxtəlif ayələri qeyd etdik. Quranda mövcud olan xaliq kəlməsi ilə işlənilən ayələrə işarə etdik. Quranda bəzən görürük rəb kəlməsi ilə də. Yəni, bu təkrar yenə edirəm ki, bu elə deyil ki, rəb kəlməsi ilə xaliq kəlməsini Allah Taala istifadə edəndə Allah demək istəyir. Yəqin ki, Allahdır. Lakin müxtəlif aspektlərdən, müxtəlif tərəflərdən məsələyə yanaşır. Yəni, Allahın müxtəlif feillərinə işarədir. Ona görə feildə tövhiddən biz bəhs edirik. Feildə tövhid Allah Taala'nın işlərindən sonra Allah Taala'nın işləri yaratmaqdır. Bir, ona deyilir xaliqiyyət. Allah Taala'nın işlərindən biri rübubiyyətdir. Yəni, nəzarət, maliklik, ixtiyar sahibliyi Allahın işlərindəndir və həmçinin digər qismlər ki, sadalayacaq bundan sonra inşallah. Ona görə Quranda da məhz bu kəlmələr istifadə edildikdə məzmunca və məna etibarilə bir-birindən fərqlidir və xüsusi əqidələri bizə aşılır və xüsusi əqidələri bizə çatdırır ki, bu əqidələrdə insan diqqətli olmalıdır və sonra biz gələn söhbətlərdə bu fərqlərin, bu təsnifatın, bu qismlərin fərqinə varacaq, fərqini qeyd edəcəyik ki, bunlar nə kimi bir-birindən fərqlənir? Görürsən, fərqlidir, yoxsa fərqli deyil. Görürsən, hər hansısa birinə inam, digərinə inamdan kifayət edir, yoxsa etmir. Yəni, hər hansısa birinə biz inansaq, digərinə lazımdır inanmaq, yoxsa lazım deyil. Yoxsa bunları bütünlükdə biz inanmalıyıq, yoxsa hissə-hissə inanmalıyıq. Bunları sonra biz qeyd edəcəyik ki, nə kimi təsirə malikdirlər. Ona görə Quranda yenə də
qeyd olunur ki, Quranda da Rəbb kəlməsi ilə müxtəlif ayələr və rububiyyətdə tövhidin əhəmiyyətini vurğulayır ki, məsələn, o ayələrdən biri Allah təala buyurur: "Ətəd'unə bə'lən və təzərunə əhsənəl xaliqin, Allahə Rabbəkum və Rəbbə abaikumul əvvəlin." Bə'li gətirir. Bə'l cahiliyyət dövründə Peyğəmbərdən öncə cahillər tərəfindən pərəstiş olunan bütlərdən birinin adı idi. Bəli, ona görə Allah Teala buyurur ki, "Ətəd'unə bə'lən və təzərunə əhsənəl xaliqin." Ən yaxşı xaliqi buraxıb, ən yaxşı xaliqdən uzaqlaşıb bə'lə sitayiş edirsiniz. Allah'a Rabbukum, halbuki Allah Teala'dır sizin Rəbbiniz. Yenə də burada ilk növbədə Allahın xaliqiyyətinə işarə edir. Sonra buyurur ki, əgər Allahın xaliqiyyətini qəbul edirsinizsə, Allahın rububiyyətini qəbul etmə məcburiyyətindəsiniz. Allahə Rabbəkum və Rəbbə abaikumul əvvəlin. Allah Teala sizin Rəbbiniz və bütün bundan öncə ata-babalarınızın da Rəbbidir. Yenə də diqqət edin, burada buyurma Allahı xaliqukum demədi, Allahə Rabbəkum dedi. Çünki sitayiş məsələsidir. Sitayiş məsələsində xaliqiyyətdən üstün, xaliqiyyət mərhələsindən yüksək bir mərhələdə olan əqidəyə malik olmalıyıq sitayişdə. Ona görə buyurur ki, siz bə'lə sitayiş edirsiniz, halbuki sizin Rəbbiniz Allahdır və sizdən öncə olan bütün ata-babalarınızın da Rəbbi Allahdır. Nəyə görə digər Allahlara, digər bütlərə sitayiş edirsiniz? Bu, rububiyyətdə tövhid haqqında, yəni tövhidin əhəmiyyəti haqqında Allah Teala Quranda buyurur. Digər bir ayda buyurur: "Qul əğayrallahi əbği rəbbən." Mən müxtəlif ayələri qeyd edirəm ki, xüsusilə Rəbb kəlməsinin işlənməsinə diqqət edək. "Qul əğayrallahi rəbbən və huvə rəbbu kulli şey." Qul əğayrallahi əbği rəbbən və huvə rəbbu kulli şey. Rəbb olaraq Allahdan başqasına üz tutursunuz. Halbuki məhz Allahdır sizin Rəbbiniz. Yenə də rububiyyətə tövhid məsələsi vurğulanır ki, məhz vahid Rəbb, yeganə ixtiyar sahibi, yeganə malik məhz Rəbbdir və Allahdır. Yəni ondan başqasına üz gətirirsiniz, üz tutursunuz, ondan başqasına meyl edirsiniz, sövq olunursunuz. Halbuki ondan başqası Rəbb deyil, məhz yeganə Rəbb Allah Teala'nın özüdür. Digər bir ayədə Allah Teala buyurur: "Qul mən Rabbus semavati vel arz." Qulillah. Deyilən kimdir yerin və göyün Rəbbi? Və yəqin ki, məhz Allahdır yerin və göyün Rəbbi, ixtiyar sahibi və əsas maliki. Bu ayələr də qeyd olunduğu kimi, necə ki, burada da görürsünüz, Saffat surəsi, Ən'am surəsi, Rə'd surələrində qeyd olunmuşdur. Bu məsələ, yəni mən hal-hazırda istəmirəm yorucu bir söhbət olsun. Hal-hazırda biz sadəcə qismləri bəyan edib mənalandırırıq. Yenə də təkrar edirəm ki, bunlar haqqında təsiri, insan həyatında rolu, biz bu haqda söhbət edəcəyik. Və nə kimi rola malikdir? Yəni biz və həmçinin tövhid dedikdə biz hər bir şey Allahdandır və hər bir şey, bütün feillər Allaha isnad verilir. Biz bu haqda geniş söhbət edəcək. Yəni ümumiyyətlə feildə tövhid söhbətimizin feildə tövhidi başladıqda qeyd etdik ki, feildə tövhid ən əhəmiyyətli bir qismlərdən, tövhidin ən əhəmiyyətli qismlərindəndir. Və insan həyatında birbaşa, Allahın insan həyatında birbaşa təsirinin görünməsidir. Yəni, feildə tövhidi insan düşündükdə, insan dərk etdikdə, dərk edir və hiss edir və görür ki, Allah Teala'nın öz həyatında rolunu, təsirini birbaşa olaraq görür. Bu, feildə tövhidin ən əsas əhəmiyyətidir və bu qismlər də bəyan olunduqda, bu qismlərə diqqət olunduqda bu məsələ yavaş-yavaş öz həqiqətini tapır. Biz Quranda görürük ki, Allah Teala peyğəmbərlər tərəfindən də, peyğəmbərlər öz zamanlarında qarşı tərəf, yəni müşriklərlə hər hansısa bir
inancı olmayan, əqidəsi olmayan, Allaha inamı olmayan şəxslərlə mübahisə etdikdə xaliqiyyət haqqında mübahisə etmirlər, rububiyyət haqqında mübahisə edirlər. Sonra deyəcək, xaliqiyyət haqqında heç kimin şübhəsi yoxdur. Hamı Allahın xaliq olmasını qəbul edir. Bunda şübhə yoxdur. Amma Allahın rububiyyəti haqqında şübhələr mövcuddur və yaxud qəbul etmirlər. Peyğəmbərlər də məhz bu aspektdən, bu məsələdən, bu sahədən məsələyə yanaşır və Allahın rububiyyəti haqqında qarşı tərəflə mübahisə edirlər. Ona görə Quranda bir neçə dəlil biz görürük, müxtəlif dəlillər mövcuddur və bir neçə ayəsinə mən işarə edirəm ki, əsas ayələrdəndir. Onlardan biri Allah Teala buyurur, Yusif surəsinin 39-cu ayəsində Allah Teala buyurur, Ərbabun mütəfərriqunə xeyrun əmillahul vahidul qəhhar. Müxtəlif Rəblər yaxşıdır, yoxsa vahid bir qəhhar Allah. Yəni, bu insan ağlını, insan düşüncəsini, insan təfəkkürünü iki əsas yol ayrıcında qoyur və haradasa cavabını da insanın öz ağlına buraxır. Yəni, bu elə bir məsələdir ki, insan sadə bir düşüncə ilə məsələni cavablandıra bilər. Ona görə buyurur ki, müxtəlif Rəblər, ərbabun, yenə Rəbb kəlməsini, ərbabun mütəfərriqunə xeyrun, əmillahul vahidul qəhhar. Görəsən, müxtəlif Rəblər yaxşıdır, yoxsa vahidi bir Allah. Digər bir ayədə və ən əsaslı ayələrdəndir, Bəqərə surəsində İbrahim Peyğəmbərlə Nəmrud arasında mübahisədən söhbət açır. Çox maraqlı bir hadisədir ki, İbrahimlə Nəmrud mübahisə etdikdə Quran bunu buyurur. Quran buyurur ki, biz bəxş etdiyimiz, mülk bəxş etdiyimiz şəxslə mübahisədə. Çox maraqlı bir vəziyyət bundan ibarət ki, Allah Teala hətta onu qəbul etməyən şəxs haqqında söhbət etdik, Nəmrud haqqında dedikdə buyurur ki, biz bəxş edirik. Hətta onun mülkü, yəni mülk sahibi idisə, əgər hər hansısa bir malın sahibi idisə, onu da biz ona bəxş etmişdik. Yenə də burada bu kəlmənin əvvəl ələm tərə iləl-ləzi hacə İbrahimə fi Rabbihi ən atahullahul mulk. Ən atahullahul mulk. Yəni o Nəmruda biz mülkü bəxş etmişdik. Burada da Allah Teala hələ mübahisə başlamazdan, burada da Allah Teala öz rububiyyətini, öz rububiyyətə tövhid məsələsini diqqətə çəkir ki, hərçənd o Allahı qəbul etmirdi, amma düşünmürdü ki, hətta onda olan mülk də biz tərəfdəndir. Neysə, yəni bu ayədə olan diqqətdir ki, diqqət etmək lazımdır. Bu Allah Teala buyurur ki, İbrahim o qarşı tərəflə, biz bəxş etdiyimiz, mülk bəxş etdiyimiz şəxslə ki, tarixdə Nəmrud deyilir. Nəmrudla mübahisə etdikdə İbrahim buyurur ki, mənim Allahım, mənim Rəbbim, İzqalə İbrahim Rəbbiyəlləzi, diqqət edin, Rəbbiyəlləzi buyurur, xaliq demir, ulu ilah demir, Rəbbiyəlləzi. İbrahim buyurur ki, mənim Rəbbim yuhyi və yumit, qalə ənə uhyi və umit, mənim Rəbbim öldürür, dirildir və öldürür. Qarşı tərəfdədir mübahisədə, özünü itirmir, indi mən bu ibarə ilə deyirəm, yəni qarşı tərəfdə deyir ki, mən də öldürüb dirildirəm ki, təfsir alimləri tarixdə vurğulayırlar ki, zindandan, həbsdən bir neçə iki insanı çıxarır, Nəmrud iki insanı çıxarır, birini öldürür, birini azad edir, deyir, mən birini öldürdüm, birini də azad etdim. Yəni mübahisənin ilk mərhələsində diqqət edirsiniz ki, İbrahim Nəmrudla söhbət edəndə o dəqiq hələ məsələlər vurğulanmır. Sadə istəyir, yəni onu diqqətini çəksin Allahın rububiyyətinə. Lakin o qəbul etmir və müxtəlif bəhanə, digər bir bəhanə ilə istəyir ağlının hökmündən qaçsın. Lakin İbrahim sonda belə bir dəlil gətirir ki, Allah Teala buyurur, fəbuhitəlləzi kəfər, bu dəlilin qabağında kafir, mat və məbhut qaldı. O nədən ibarətdir? İbrahim birinci buyurur ki, Allahım dirildir və öldürür. Nəmrud da deyir ki, mən də dirildirəm və öldürürəm. İkinci dəfə İbrahim buyurur ki, İbrahim əleyhissalam buyurur ki, fəinnallaha yəti biş-şəmsi minəl məşriqi fəti biha minəl məğrib. Allahım və mənim Rəbbim günəşi şərqdən doğurur. Günəşi şərqdən çıxarır. Əgər bacarırsansa, sən bunu qərbdən etkinən fəbuhitəlləzi kəfər. Allah Teala buyurur ki, bu məqamda kafir, mat və məbhut oldu. Ki, necə ki, burada da mənasına diqqət edirsiniz. Buyurur, Allah günəşi şərqdən çıxarır, bacarırsansa, sən onu qərbdən çıxar dedikdə o kafir,
donub qalmışdı. Həqiqətən Allah zülmkarları hidayət etməz. Bu da Bəqərə surəsinin 258-ci ayəsində vurğulanmışdır. Həmçinin Hişam ibn Həkəm İmam Sadiq əleyhissalamdan soruşdu ki, Allahın təkliyinin dəlili nədir? Allahın təkliyi haqqında dəlil istədi. İmam buyurur ki, aləmə hakim olan nizamın vəhdəti və xilqətin kamil olması Allahın təkliyinə dəlalət edir. Necə ki, Allah Teala buyurur, göydə və yerdə o məşhur ayə ki, buyurur ki, لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللّٰهِ لَفَسَدَتَا göydə və yerdə iki Allah olsaydı fasid olardı, fəsada çəkilərdi. Bu ayə ilə İmam Sadiq əleyhissalam Allahın təkliyini sabit edir. Əlbəttə yenə, çünki rububiyyətdə tövhiddən söhbət gedir. Yəni bu hədisdə mən xüsusilə rububiyyətə işarə etmək istəyirəm. Bu hədisdə ümumilə tövhid məsələsinə işarə olunur, xaliqiyyət məsələsinə işarə olunur və yaranmışın möhkəm və gözəl yaranış olmasına işarə olunur. Həmçinin sonda Əli əleyhissalamın Nəhcül Bəlağəsindən, Əli əleyhissalam Nəhcül Bəlağədə 216-cı xütbədə buyurur ki, فَإِنَّمَا أَنَا وَأَنْتُمْ عَبِيدٌ مَمْلُوكُونَ لِرَبٍّ لَا رَبَّ غَيْرَهُ يَمْلِكُ مِنَّا مَا لَا نَمْلِكُ مِنْ أَنْفُسِنَا. Həqiqətən biz və siz hamımız məmlukun, yəni vahid bir Rəbbin mülküyük. La Rəbbə qeyri, ondan başqa Rəbb yoxdur. Yəmliku minna ma la nəmliku min ənfusina. Bizim özümüzə sahib olmadığımız, biz özümüzdən sahib olmadığımız şeylərə o sahibdir. Yəni, o şeylər ki, biz özümüzdə, bizim daxilimizdə, bizim aləmimizdə olan həqiqətlər var ki, biz onlara sahib deyilik, lakin o onlara sahibdir. Yəni, bu demək olar ki, həmin o məsələdir ki, Quranda da Allah Teala buyurur ki, mən sizə şah damarından da yaxınam. Burada söhbətimi mən tamamlayıram və inşallah gələn